Herkese salam. Bugünkü videomda məşğul olduğum fəaliyyət sahəsinin vergilərini onlayn formada necə ödəmək lazımdır, onu izah edəcəm inşallah. Keçən dəfəki sabit qəbzin alınması videosunda söz verdiyim kimi, inşallah verginin onlayn formada vergi orqanına yaxınlaşmadan necə ödəmək lazımdır, Allahın izindən onu izah edəcəm. Birinci növbədə hər hansı bir brauzerə daxil oluruq. Buradan internet vergi yazırıq. İnternet vergi. İnternet vergi. Toxunuruq. Sol tərəfdən yuxarıdan e-taxes.gov.az İnternet vergi idarəsi. Buraya toxunuruq. Və birbaşa yeni internet vergi idarəsindən istifadə etmək üçün keçid. Bax, bu hissəyə toxunuruq. Buradan internet vergi idarəsi və aşağısında giriş yazılan yerə toxunuruq. Səhifə açılsın inşallah. Deməli, şəxsi kabinetimizə daxil olmaq üçün müxtəlif giriş üsulları var. Asan imzan varsa ondan daxil ola bilərsən. Sima token, Sima imza deməli, sahibkar sertifikatından ondan daxil ola bilərsən. Kod, parol, şifrə, yəni vergi orqanının vergi orqanından aldığınız kod, parol, şifrə ilə də şəxsi kabinetinize daxil olub onlayn formada verginizi ödəyə bilərsiniz. Mən Sima imza ilə daxil oluram. Sima imzaya toxunuram və çıxan QR kodu telefonumla skan edirəm, oxuduram. Sahibkar, təsdiq edirəm. Parmaq izi, yenidən təsdiq edirəm. Və avtomatik olaraq mənim şəxsi kabinetimə daxil oldu. Deməli, onlayn formada vergini ödəmək üçün yuxarıda 4 düz xət olan sol tərəfdə baxırsınız. Oraya toxunursunuz və aşağıdan ödəniş yazılan yerə toxunursunuz. Baxırsınız, sağ tərəfdə yuxarıda yeni ödəniş yazılan yerə toxunursunuz. İndi qarşımıza çıxan ödənişin təyinatı olan hissəyə toxunursunuz. Baxırsınız, məndə məsəl üçün ev təsərrüfatında bağban fəaliyyətidir. Mən 3 növ vergi ödəyəcəm inşallah. Hərəsini ayrı-ayrı. Deməli, vergi və digər mən bunu ödəyəcəm. Sonra məcburi dövlət sosial sığorta, yəni MDSS vergisi, vergi və digər, yəni 5 manat bu hissəyə, yəni bu olan hissəyə ödəyəcəm. Deməli, MDSS ödənişi 12 manat ödəyəcəm inşallah və icbari tibbi sığortaya isə 16 manat ödəyəcəm. Hərəsini ayrı-ayrı ödəyəcəm inşallah. Sizdə də yəni başqa növlər ola bilər. Sizin fəaliyyət sahənizə uyğun ödənişləri inşallah vergi orqanından deməli təsdiqləyəndən sonra, oradan öyrənəndən sonra siz də onlayn formada, yəni mütəmadi olaraq hər ay verginizi, icbari tibbi sığortanızı, MDSS ödənişinizi və yaxud da işsizlikdən sığorta, indi mən bunu ödəmirəm. Mən bu üçünü ödəyəcəm inşallah. Deməli, birinci növbədə mən vergi və digər olan yerə toxunuram. Hər vergi növünün öz büdcə təsnifat kodu var. Məsəl üçün, mən ödədiyim verginin büdcə təsnifat kodu 114 326. Buraya toxunuram
və onu burada çoxdur təsnifat kodları. Mən indi öz təsnifat kodumu, yəni mən bunu vergi orqanından əldə eləmişəm. Deməli, verginin büdcə təsnifat kodu 114.326, sosial, yəni MDSS ödənişinin təsnifat kodu 121.380, icbari tibbi sığortanın təsnifat kodu isə 124.300-dür. Mən indi birinci növbədə vergi ödəyəcəm, yəni ödənişin təyinatında vergi və digər yazdığım üçün verginin büdcə təsnifat kodunu buraya daxil etməliyəm. Yəni 114.326, 114.326. Baxırsınız, sabit məbləğ üzrə sadələşdirilmiş vergi. Mən inşallah bu növ üzrə 5 azın vergi ödəyəcəm inşallah. Deməli, bunu daxil edəndən sonra əlavə et düyməsi avtomatik olaraq aktivləşir. Oraya toxunuruq və baxırsınız. Buradan deməli ödədiyim vergiyə dediyim kimi 5 manat buraya qeyd eləməliyəm. 5 manat. Aha. Sıfırı buradan silirəm. Və sol tərəfdən baxırsınız. Bu kvadrat olan yerə toxunursunuz və avtomatik olaraq ödə düyməsi aktivləşir. Qeyd edim ki, yəni hər ödənişə də 40 qəpik xidmət haqqı tutulur. Məsələn, 5 manat 40 qəpik məndən indi kartımdan pul çıxacaq. Deməli, ödə düyməsinə toxunuruq. Deməli, bank kartının nömrəsi, baxırsınız, bank kartının ilk 6 rəqəmini daxil edin. Baxırsınız, bax bunu sizdən soruşur. İlk 6 rəqəmini daxil edəndən sonra davam et düyməsi aktivləşir. Toxunuruq buraya. Deməli, bizi yönləndirdi hökumət ödəniş portalına. Burada baxırsınız, indi kart məlumatlarını deməli bütünlüklə daxil etməlisiniz. 5 azın kart number, yəni kart nömrəsini buraya daxil edirəm. Deməli, ay, il daxil edirəm buraya. Buraya isə kartın arxasındakı CVV kodunu daxil etməliyəm. Baxırsın, ondan sonra sol tərəfdə Pay, yəni ödə düyməsinə toxunuruq. Avtomatik olaraq mənim telefonuma mesaj gələcək, yəni 5 manat 40 qəpik. Baxırsınız ekranda pul çıxacaq. Budur, mesaj gəldi. Mən həmin kodu daxil edirəm bu xanalara. Budur, ödəmə uğurla yekunlaşdı və qəbzini sizə təqdim edir. Qəbzini endirə də bilərsiniz və yəni endirməyə də ehtiyac yoxdur. Yəni istəyən endirə bilər, istəyən isə şəxsi kabinetinə daxil olanda orada qəbzlər hamısı mövcuddur, onsa görünür. Mən indi endirirəm. Dediyim kimi 5 manat ödənişdir, 40 qəpikdə xidmət haqqı kimi çıxdı, 5 manat 40 qəpik çıxdı. Endirirəm və bağla düyməsini sıxıram. Ondan sonra keçirəm növbəti ödənişə. Deməli, MDSS, yəni məcburi dövlət sosial sığorta ödənişinə keçirəm. Yeni ödəniş, yenidən buraya toxunuram. Ödənişin təyinatı, məcburi dövlət sosial sığorta. Baxırsınız, bax bu, indi mən bunun ödənişini eləyəcəm inşallah.
Dediyim kimi, hərəsinin öz büdcə təsnifat kodu var. Deməli, MDSS-nin büdcə təsnifat kodu isə 121-380-dir. Mən indi 121-380. Baxırsınız, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayrımlar. Buna toxunuruq və əlavə et düyməsi aktivləşir. Buna toxunuruq. Yenidən burada indi deməli MDSS-nin ödənişi məndə 12 AZN-dir. 12 manatı buraya daxil edirəm. Buradan 0'ı 0'ı silirəm buradan 12 AZN və sol tərəfdən yenə bayaqki qayda ilə kvadrata toxunuram və avtomatik olaraq ödə düyməsi aktivləşir. Burada da 12 manat 40 qəpik çıxacaq. Ödə düyməsinə toxunuram. Yenidən bankın deməli bank kartımın ilk 6 rəqəmini sizdən soruşur və davam et düyməsini sıxırıq. Bizi yenidən hökumət ödəniş portalına yönləndirdi. Buradan kart məlumatlarımızı bütünlüklə daxil etməliyik. Və pay, yəni ödə düyməsini sıxırıq. Yenə kartdan pul çıxmasına dair mesaj gələcək telefona. Həmin kodu daxil edirik bu xanaya. Baxırsınız, MDSS ödənişi uğurla tamamlandı. Yəni ödəniş qəbzini bizə təqdim elədi və yenidən bunu endiririk və bağlayırıq. Sonra keçirik 3-cü, axırıncı ödənişə, mənim fəaliyyət sahəm üzrə icbari tibbi sığortanın ödənişinə keçirik inşallah. Yeni ödəniş, ödəniş təyinatı, icbari tibbi sığorta. Toxunuruq buraya. Büdcə təsnifat kodu 124-300. 124-300. Budur, vergi ödəyici kimi vergi uçotuna alınmış fiziki şəxslər, fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı. Yəni 16 manat ödəniş edəcək, ümumi 16 manat 40 qəpik çıxacaq. Əlavə et düyməsini sıxırıq. Buradan 16 manatı bu hissəyə daxil edirik. Və sol tərəfdən kvadrat yeri işarələrik. Ödə düyməsinə toxunuruq. Bank kartının ilk 6 rəqəmi. Davam et. Bizi yenidən hökumət ödəniş portalına yönləndirdi. Burada kart məlumatlarımızı bir daha bütün şəkildə daxil etməliyik. Ödə düyməsini sıxırıq. Yenidən telefonumuza mesaj gələcək. Və budur. Ödəniş icbari tibbi sığortanın da ödənişi uğurla tamamlandı. Bizə qəbzi təqdim elədi. Yəni baxdığınız kimi onlayn formada ödənişlər bu qədər sadədir. Bunu da endiririk. Və ondan sonra yaddan çıxmasın bir məsələ də yenidən qeyd edeyim
keçmiş videomda qeyd etmişəm. Bu ödənişi etdikdən sonra baxırsınız. Bax, mən ödənişi etdim. İnşallah mən indən sonra kanalımda bu haqda video var. Deməli, sabit qəbzin almalıyam ki, mənim ödədiyim bax bu vergi növləri sistemə işlənsin. Yoxsa, yəni onlayn form, istər canlı formada get bankda ödə, istər burada onlayn formada banka yaxınlaşmadan ödə. Hər iki halda sabit qəbzi mütləq almaq lazımdır. Sabit qəbzi almasanız ödənişi boşuna etmiş olursunuz. Mən indi bax ödənişi etdim. İnşallah sonra özüm sabit qəbzi alacağım. Yəni sabit qəbzin alınması haqqında da videom mənim kanalımda mövcuddur. Deməli, deyəcəklərim bu qədər. Əgər videom faydalı oldusa bəyənməyi, kanalıma abunə olmağı və növbəti videolardan xəbərdar olmaq üçün deməli bildirişləri aktiv edə bilərsiniz. Baxdığınız üçün sağ olun.